Amerika Birləşmiş Ştatları və İsrail yenidən hərbi əməliyyata başlayıb İrana qarşı. Tələblər məlumdur. İran nüvə proqramından imtina eləməlidir, öz ərazisində uranı zənginləşdirməməlidir, ballistik raketlərlə bağlı müəyyən məhdudiyyətlərə getməlidir və insan hüquqları, proksi qüvvələrlə bağlı da tələbləri nəzərə almalıdır. İran müharibə ərəfəsində bunların demək olar ki, heç birini nəzərə almadı. Hadisələrin gedişi göstərir ki, indi də heç nəzərə almaq istəmir. Ancaq hərbə zorba dolu bəyanatlar verilir. Təbii ki, bu dövlət liderlərinin ruhdan düşməməsi, qorxmaması, çəkinməməsi çox müsbət hadisədir. Ancaq reallıq hissi də unudulmamalıdır. Yaddan çıxarılmamalıdır ki, onların gücü qarşıda duran qüvvələrin gücü ilə müqayisədə o qədər də çox deyil. Və bu cür qarşı durmadan ən böyük zərəri də dinc insanlar çəkir. Heç bir günahı olmayan, heç bir təqsir olmayan dinc insanlar. İran rəhbərliyi ölülərin sayının artıq 1300-ü keçdiyini deyirlər. Olan da bir çoxu uşaqlar, qadınlar, yaşlı insanlar. Heç bir günahı olmayan. Heç dağılan şəhərlərin də, xarabaya çevrilən yaşayış məntəqələrinin də günahı yoxdur. İran dayana biləcəkmi bu hücumların qarşısında? Və bu hücumları edən qüvvələrə eyni səviyyəli zərər vura biləcəkmi? Amerika Birləşmiş Ştatları çox uzaqdadır. Və İranın Amerika Birləşmiş Ştatlarına çatacaq ballistik raketləri hələ yoxdur, yəqin ki, yaxın vaxtlarda olmayacaqdır. İsrailə müəyyən ziyanlar, zərbələr vurmaq olar. Bu zərbələr İranın aldığı zərbələrə bərabərdirmi? Bunu da müəyyənləşdirmək çox çətindir. Çünki insanlar özünü qalib göstərmək üçün yalan informasiyalar verməkdən çəkinmirlər. Və onlara qulaq asanda kimin qalib olduğunu müəyyənləşdirmək də çox çətin olur. Ancaq məğlub olanlar məlumdur. Heç bir günah olmayan dinc insanlar. Hər bir ölkənin hakimiyyətinin də bu dinc insanları qorumaq vəzifəsi var. Gücün çatmırsa, imkanların məhduddursa, qürur göstərməyin yeri yoxdur. Xalqını qoru. Xalqının qeydinə qal. Çünki burada hərbə zorba gəlmək, kimisə qorxutmağa çalışmaq, mən sonuna qədər vuruşacağam demək dinc insanların faciəsi ilə nəticələnir. İranda iqtisadi vəziyyət onsuz da çətindir. İçməli su ilə bağlı çox ciddi problemlər var. Hərbi cəhətdən bu hava zərbələri İranı çox zəiflətdi. Bu da danılmazdır. Düşünmək lazımdır. İran rəhbərliyi düşünməlidir. Və bəzən belə məqamlarda qürur barədə düşünmək yanlış nəticələrə gətirib çıxarır. İlk növbədə vətəndaşlar barədə düşünmək lazımdır. Onları qorumaq,
onların güzaranını yaxşılaşdırmaq, onlara daha yaxşı həyat təmin etmək. Çox təəssüf ki, dünyamız hələ də zorbaların dünyasıdır. Onlar istədiklərini eləyirlər. Və hələ bundan sonra da yəqin ki, uzun müddət istədiklərini edəcəklər. Və bu zorba dövlətlər içərisində İran yoxdur. Zəif dövlət deyil İran. Ancaq dünyanın ən güclülərindən də deyil. Bunu da gərək yaddan çıxartmasınlar. Yoxsa sonradan İranın liderlərinin hansısa peşmançılıq ifadə eləyəcək və gücümüzü vaxtında nəzərə almadıq deyəcəklər.